Zərif və çox yüngül, dadlı, ləzzətli köstəbək tostu resepti. 6 ədəd yumurta və 1 stəkan şəkər tozunu mikserlə yaxşı qarışdırırıq. İçərisinə 1 stəkan süd, 1 armud stəkan duru yağ əlavə edib qarışdırırıq. 2 stəkan un, 1 xörək qaşığı kakao, 1 paket vanil, 1 paket qabartma tozunu qarışdırırıq və qarışımın içərisinə əlavə edirik. Mikserlə sonda qarışdırıb, yağlanmış soba listinin içərisinə əlavə edib 150 dərəcədə bişiririk. 1 stəkan su soyuq olmalıdır və krem şantini qarışdırırıq. İçərisinə banan əlavə edirik. Sobadan çıxmış keksimizi bu şəkildə kəsirik və kənarlarından çıxan hissələri sürtgəçdən keçirib ovunta halına gətiririk. Blenderdən də keçirə bilərsiniz. Kəsdiyimiz hissələrin üzərinə şirin süd əlavə edib, üzərinə hazırladığımız kremi bu şəkildə dairəvi formada çəkirik. Və hazırladığımız ovuntağı üzərinə səpirik. Və hər birini bu şəkildə hazırladıqdan sonra 1 saat soyuducuda dinləndiririk. Süfrəyə təqdim edirik. Çox ləzzətli, yüngül və çox dadlı bir reseptdir. Əmin olun, çox bəyənəcəksiniz. Mütləq hazırlayın. Sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm.